Səhər durub yola çıxmışdım ki, dilə inək balalıq, gəl buna süt içirək, inək balasına sütü içirib, bir də adını bilmədiyim meyvədən də biraz yeyib, pişin qabana bal qabağı qoydum, yedi, çıxdım maşından yola. Sovet maşında başqa cür yaraşırmış mənə, burada fərqinə vardım, çoxdan sürmürdüm. Getdim dostum ilə, bugün onlarda zikir var, birinci həyat bacada quzular da çəkdim. Burada yeməklər paylamaya başlamışıq, burada soyutma verir, üstünə bir dənə aş verəcək. Burada bir şey aş məncə ən ləzzətli aşlardan biridir. İşçilər öz aralarında burada çay içdilər, hamısı bir adlarını da çəkib reklam eləmirəm, özləri demişlər mənə paylaş, mən də paylaşdım. Burada bu şəkildə hamı yeyib qutandan sonra ümumi bir dənə dua verilir. Dualar olunandan sonra belə cərgənlə dayanıb hamı əllə görüşür. Bunun məclisə bizdə zikir deyirlər. Bütün kəndi, tanışları, qohumları çağırırlar. Bununla bağlı detallı aşağıda yazacağım. Bütün qonaqlar yola salandan sonra artıq əl-ayaqda işləyənlər, kömək edənlər onlar oturur yeməyə. Kəndin ən yaşlı adamı Ramazan dayı ilə söhbət edib qayıdıram və yolu sildim, şimdi at da çəkim. Burada ağır, qırmızı at var. 5 dəqiqə istirahət edim, hadi oturmuşdum, gördüm ki hava qaralma eləyir. Demə nə almaq lazımdır? Qaçarcı gedib həyatda qalan işləri görmək lazımdır. Nə qalıbdı? Odun daşım. Bu belə normalda arabayla daşıdı, amma belə əli içində yığıb daşıyan adam özünü daha bir güclü hesab eləyir. Nəsə odunla ora yığdıq. Odun olmasa odun peçi olmaz, od olmasa ət qurumaz. Qışa biz hazırlıqsız qalarıq. Yaxşı bir dənə şabaldı bişirib yedik. Nuş olsun.